Salam aleyküm əziz və dəyərli izləyicilər. Sizinlə mənəm video bloger Bölgə Qaşyanım, Sabirabad Media gündəminin təsisçi baş redaktoru. Ötən gün Sabirabadın və ətraf rayonlarının sevilən və seçilən sənətkarı Kuruti ləqəbli müğannimiz Sakit müəllim rəhmətə gedib. Aldığım məlumatlara əsasən Sabirabad rayon Qalağan məscidində onun hüzür mərasimi keçilir. İndi daxil olan hüzür mərasiminə çalışacağım ki, hüzür mərasimindən də mərhumun xatirəsini əbədiləşdirmək naminə gözəl çəkiliş çəkim. Sabirabad Media gündəmi olaraq mən hər zaman çalışmışam ki, Sabirabad rayonunda xalqa və millətə dəyərli olan insanları öz kanalımda işıqlandırım. Kardeşimiz Sakit özü de sənətkarıydı. Bizim o sənətkarımız haqqında bizə ən son xoş xatirə bir qardaş olaraq bölüşəriz, zəhmət olmasa. Ən son Ne diyeyim ben orada? Son ile yaxşı oldu demek ki. Həmişə yaxşı. mərhum xəstə yatıb, yoxsa ürək tutmasından? Yok. Bize yatırı yerdə. Akşam çöreğin zadını deyib, edib yatır. Bizi tezdən götürüldü. Əmi biz də Sabirabad Media gündəmi olaraq can sağlığı versin sizə də. sağ olun. Bütün ömür versin sizə. Allah balalarınızı saxlasın. Sağ olun, çəkilişinizə görə minnətdarım. Sağ olun. Sağ olun. Valla Sakit hakkında ne diyebilirim? Sakit 10 yıl, 15 yıl, belki 20 yıl bir yerde toylara gitmiş. El şənlərində olmuş. Yaxşı yoldaş idi, yaxşı dost idi. Sonuçta deyərəm ki, çox abırlı adam idi. Toyxanalarda, yətlərdə çox yaxşı aparırdı. Allah o dünyasını bilirsin, Allah rəhmət eləsin. Nə deyək, başqa nə deyək? Əmi, mən bugün vaxtsız gəlmişəm bura. Sabirabad sənət adamlarına, Sabirabad cəmiyyəsindən gəlib gedənlər var da. Var, əlbəttə ki var, yox ki. Var. Yəni bu tək Sabirabad yox, Sabirabad və ətraf rayonlarda da təsir edən bir məqamdır. Çünki Sakit müəllim Kuritin ləqəbli bir müğənni olub. Bəli. Uşaqdan böyüyə hər kəsin sevgisini Çox qazanıb. sevgisi qazanıb, cəmiyyətin sevgisini qazanıb. Elə. Başqa nəsə sözünüz mərhumun yaxınlarına, Heç, sənət Allah yoldaşlarınıza. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.